dostlar, bu gün Car Simulator 2-yə qaldığımız yerdə davam edirik. Axırıncı dəfə nə eləmişdik yazımda? 2 dənə maşın almışdı axı mən biləm. 2 dənə maşın almışdı. Biri bu idi. Bu idi. Bir də Honda idi. Bəli, bu idi. Bu 2 maşını almışdı keçən bölümdə. Bu gün nə etməyi fikirləşdim şəxsən. Bu gün istəyirəm ki bu oyundakı görevləri tamamlayaq. O günlük görevləri verebilirim. İstəyirəm o görevləri bu gün sizinlə bərabər edək və pul qazanaq. Gələn bölümdə yeni bir maşın almağı fikirləşəndə, maşın yığmağı fikirləşəndə ən azından pulumuz olsun. Deməli başlayırıq indi. Deməli indi varım. Nədir? Nesini dəvir. Bir derece yarış tamamla. Online oynayacağız. Başım bırak. Görev tamamla. Mafya görevi. Tamirhane zayiat et. Test sürüşü. Və 4 görev elə biləcək. 5 görevdir var məsələn. 5 dənə görevdir. 5 görevdən 4-ünü eləcək, biri qalacaq. Ən az online gəlməyəcək çünki. Nədir? Destine devi deyilir. Bax məsələn. Olsun 1. Olsun 2. 3. 4. 5. 6. Saydı. 6 dənə saydı. Belə dəstək dəvərə. Bunları dəvərə görevləri tamamlayacağıq. Dəvədə bunları. Gəlsən qoyaqlar dəvirirsən. 10 dənə qaldı. Gəlib bunu da dəvirdik. Gəlib bunu dəvirdik. Gəldi. Banklardan bunlara da bir dənə ünlülər qoyduq. 13 oldu, düzdürmü? 13 oldu. Maşınımız yetişdi burada. Bak geldi sonra buna 1. Buna koyduk. Aşırttık bunları. Bunlar aşırı. Son 2 dənə qaldı. 2 dəfə də buna bıraxın. Bir belə. Bir də buna vurdu. Gələ sonra bir də buna bırax. Stop. 2K gəldim. Bir də mafya görevi tamamlayaq. Mafya görevi tamamlayacağıq. Gələ bir dənə. Məsələn, kuyumcu soyğunluğunu bir dənə tamamlayaq. Tez olacaq bir dənə kuyumcu soyğunluğunu eləyək. Ondan sonra da gedək. Digər görevlərimizi edək. Və videoları sonlandırıq. Başqa nə etməyimi istəyirsə aşağıdan kanala abunə olun. Bildirimləri açmayı unutmayın. Gələn bölümdə nə edək, nə etməyimi istəyirsə, məsələn yeni maşın ola bilər, modifiye günü ola bilər, modifiye etmək istədiyim maşınları yazıb deyə bilərsiniz. Və atırıq sıramızı. Vurduq buna 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Bagaj aç, tez, bagaj aç. Bagaj çatdıracaq. Gıcık. En az 60.000 lira pul verdi. Gitti. Satar. Pul satar. Gitti yetiş. Maşında nitro var. Arkadan egzoz pat edir. Arkadan egzoz onca edir nitro maşını. Nitro olmazsa maşın yoksa nətə pat edirsən. Mən fikirləşəndə.
Bəzi arkadaşlarım soruyor ki maşının egzozu nətər partlamaq edir. Arkada çünki şey var. Maşın nitro var. Bu da var. Tamirxanaya girə bir dənə. Təmirxana zirarət edib çıxacağıq və ona deyib test sürüşür. Hər hansı bir maşın test sürüşür edir. Hansı maşın edir? Devam edir. Kiləşəcək. Çıxdıq. Tez baza. Qaldı bir daha görəv. Getdik. Getdi. Məsələn, direkt bu qarajdan bir dənə maşın seçib test eləyək. Tez bazar üncür varıb. Buradan bəlkə bir dənə maşın aldım. Qaraj dolu. Qaraj alacaq inşallah. Yaxşıdır. 1 milyon euro bəlkə plazma aldım. Bilmirəm. Test sürüş edə bilərəm. Rastgele başlamadan hansı maşın? Porsche'ye basmıyorsun. Porsche'ye var. Hansı maşın varsa test sürüş edəcək. Dinləyir var. Şey edəcək. Və tamamlamaq üçün. Oy maşallah ne dedi ha? Allah girməsin ya. Allah. Axmaq və xəritəyə köçürülməz üçün 18-ci əsrin 60-70-ci illərində səyahət etmişdir. Bu səyahət zamanı sakit Azərbaycana körpünün üstündən getdim. Körpünün yanından keçdim. Allah'ın olsun Azərbaycanda 2 dəfə Kaspiyotkidə. Bilməm bazanan var bizdə bilmirəm amma mən 3 dəfədir qardaş. Oradan keçdim yəni. 2 dəfə Chicago'dan yanından keçdim. İndi ekranda yenə həmən şey videonu göstərənə baxarsınız. Yəni efsane mükəmməldir qardaşım. İdeal idi. Məsələn zor keçdim axı. Qəşəng edirəm bax amma sonda düşdük. Nəysə sonda düşdük. Niyəysə sonda biraz şey oldu düşdük orada. Amma qəşəng edirdi. Yəni bindiriz ideal edirdi. Ay Allah. Yine girməyə istiyor. GTA ya sənə. Vaxtında bu GTA yanmamışım mənim. Başım çıxmır. Niyə? Niyə almamışım? İntəqamlıq lazım. Ay Allah. Uyudum. Nəfsiydi ya. Yəni inşallah dostlar, inşallah yəni pul kasmağı denəyəcəm. Pul kasıb mən pul kasıram oyundan videodan əvvəl sonra yenə də pul kasacağam. Yəni bölümdə məsələn yeni ev almağı, yeni maşın alacaq da ən azından pulumuz olsun. Və belə baxanda mən kriptoda azdı 48 min falan kripton var. 135 tasamız var hal-hazırda gördüyünüz kimi. İndir var. Çalışdığım qədər videolarına çalışın görev edeyim buradan. Və görevimizi eləyək, pulumuzu kasıq. Kaysimotovçuda yeni şeyler almağı başlayaq. Artıq ev almağın vaxtı gəlib. Çünki test sürücü tamamlandı. Right. Right nədir? Right. Right nədir ağa? Maşın alır right. Maşın alır right. 20-ci əsrin
əsrin 70-ci illərindən Maşın adı desən, o maşın adı test sürüşənə başlanğıcı ilə öyrənmişdir. Right. İlk dəfə şimali Raidi. 1909 Raidi. Amerikalı Robenton rütbəsindən 1911-ci ildə Nobesli Royal O maşın nə eləməliyəm? Raidi. Yəni de ki o maşından eləməliyəm o görəvi. Hansı maşındır? Bu nə səncəsidir? Raidi. Ala, ay belə adın eləməliyəm mən test sürüşünü. Ay belə, bu nədir ala? Bayaq da mən boş-boşa sürüşürəm. Right. Ay belə. Mən edirəm görevini olmadı. Sən də mən altda yazırmış ki, bu maşınla eləməlisən. Yəni ona fikir verin dostlar. Bu görev eləyəndə, o görev eləyəndə test sürüş eləyəndə qarşılar. Maşından adına görə eləyirsiniz. İndi biləm. İndi öyrəndim mən. Ay Allah. İndi öyrəndim mən. İndi öyrəndim. Nöşin qaqa. Niyə belə oldu ki? Niyə elə oldu ki? Ay belə yatmış tapdım. Mazı yerədə adamı. Yatmışla bir dənə düzgün görəv eləyə bilməlik. Çox qoydum ki. Bir də dənə. Videonu çox uzun olmasını istəmirəm. Gecəyə bax. Bir saat bundan yenə həmən üçün fıralım. Sahələr haqqında və zəngin məlumatlara rast gəlinirdi. Bir çox proseslər, hadisələr, o cümlədən yerin kürə şəklində olması təqdim dövrlərdə öyrənilmiş və izahı edilmişdir. Baş verə, test sürüşü. Belə elanlardan Elə bu sıxdı ondan, nə lazım? Elə bir dənə maşın işləyən kimi görev tamamlandı. Deməli dostlar, videomdan sona gələr. Umarım videonu bəyənmişsinizdir. Aşağıdan videonu bəyənib kanala abunə olmayı unutmayın. Gələn videoda görüşmək ümidilə. Sağ olun, salamatla.